Təsəvvür et ki, iki mağaza var. Biri adi mağazadır, digəri isə brend mağazasıdır. Hər ikisi eyni çantaları satır. Amma biri 35 manata satır, digərisi 85 manata. Və qəribədir ki, 85 manatlıq olanda insanlar növbəyə düzülür. Niyə? Çünki biri sadəcə məhsuldur, digəri isə duyğu, status və etibar hissidir. Yəni biri sadəcə məhsuldur, digəri isə brend. Elə videomuzun da mövzusu budur. Brend nədir və niyə bu qədər vacibdir? Salam, xoş gəlmisən. Bugün sənə logo, rəng palitrası və Instagram səhifəsi qurmaqdan daha dərin bir şeydən danışacağam. Çünki brend vizitka deyil, brend sənin haqqında deyil, sənin haqqında insanların nə hiss etdiyidir. Gəlin bir yerdə bu mövzunu şaxələndirək və başa düşək ki, brend sadəcə gözəl görünmək deyil, həm də yadda qalmaqdır. Brend nədir? Brend insan beynindəki assosiasiyadır. Apple deyəndə ağlına texnologiya yox, sadəlik və keyfiyyət gəlirsə, bu onun məhsulunun yox, brendin gücüdür. Logo, rəng, şüar, bunların hər biri beynimizdəki o assosiasiyanı hərəkətə gətirən siqnaldır. Məhsul telefondursa, brend iPhone bərabərdir statusdur. Məhsul kofedirsə, brend Starbucks bərabərdir özünə zaman ayırmaq rahatlıqdır. Məhsul sudursa, brend Evian bərabərdir sağlam həyat tərzidir. Yəni brend məhsulun dəyərini hisslər və duyğularla artırmaq deməkdir. Bəs brend niyə vacibdir? Birincisi, yadda qalmaq üçün. Minlərlə eyni məhsul arasında niyə biri seçilsin? Çünki o sənin beynində artıq əlamətlər bir yer tutub. Bəzən loqonu görəndə emosional reaksiya veririk. Ya gülümsəyirik, ya da etibar edirik. Bax, bu brendin yaratdığı sehirdir. İkincisi, qiyməti yüksəltmək üçün. Eyni məhsulu brend olmasaydı 3 manata satardın. Brend o qiymətin 10 manata qalxmağına əsas verir. İnsanlar məhsula deyil, dəyərə pul verirlər. Üçüncüsü, sədaqət üçün. Sən Coca-Cola içirsən? Yəqin ki, bəli. Amma niyə? Ax, başqa içkilər də var. Cavab sadədir. O dad uşaqlığını xatırladır. Yay günlərini, dostlarla birlikdə olmaq hissini. İnsanlar məhsula deyil, hissə bağlanır. Ona görə də brend sədaqət yaradır. Dördüncüsü isə rəqabətdə seçilmək üçün. Rəqibinlə eyni məhsulu satırsan, problem deyil. Əgər sən brend qurursansa, müştəri səni seçəcək. Çünki sən təkcə məhsul vermirsən, həm də təcrübə, münasibət, fərq verirsən. Brend bərabərdir şəxsiyyət. Bəzən markalara baxanda elə bil biri ilə danışsan. Məsələn, Red Bull adrenalini sevən dəli dostundur. IKEA özü net, qürur duy mesaj verən praktik bir dostdur. Nike sən bacararsan deyən motivator dostundur. Sual ver, sənin markan kimdir? O dost nə deyir? Necə davranır? Necə danışır? Qorxur yoxsa cəsarətlidir? Əgər markan insan olsaydı, necə geyinərdi? Necə danışardı? Hansı zarafatlar edərdi? Bax, bu brendin tonudur, səsidir, ruhudur. Gəlin bir-iki sadə misala da baxaq. Bir gün dostlarına çölə çıxırsan. Biri ayaqqabısını Puma'dan alır, digəri Louis Vuitton'dan. Biri 150 manat, biri 1500 manat. Təbii ki, hər ikisi də ayağı qoruyur. Amma biri sadəcə ayaqqabıdır, o biri isə mən fərqliyəm mesajdır. Səncə o 1350 manat fərq nəyə görədir? Keyfiyyətə görə? Bəlkə də. Amma əsas səbəb brendin yaratdığı dəyər fərqidir. Brend yaratmaq üçün 3 vacib element. Birincisi, hekayə. Sənin brendin hansı problemi həll edir? Hardan gəlib, hara gedir? İnsanlar məhsula yox, hekayəyə bağlanır. Uğurlu brendlərin hamısının bir hekayəsi var. Kiçik başlanğıc, geniş baxış, inam, mübarizə. İkincisi, dəyər və vəd. Brend deyəndə müştərinin ağlına nə gəlməlidir? Keyfiyyət, rahatlıq, təhlükəsizlik, əyləncə. Sənin vədin nədir? Müştəri sənə yaxınlaşanda nə hiss edəcəyini əvvəlcədən bilməlidir. Üçüncüsü, davamlılıq. Bugün Instagramda qırmızı, sabah yaşıl rəng, bir gün zarafatçıl ton, bir gün ciddi. Yox, brend tutarlı olmalıdır. İnsanlar sənin kim olduğunu anlamalıdır. Davamlılıq bərabərdir, etibar. Brend qurmasan nə olar? Çox sadə, səni qiymətə görə seçəcəklər. Ən ucuzsansa səni alacaqlar. Sabah biri qiyməti 5 manat aşağı salsa, səni atacaqlar. Çünki səni tanımırlar, sevmirlər, bağlanmayıblar. Sadəcə faydalanırlar. Amma əgər brend qurmusansa, səni hissə görə alacaqlar və səni dəyişmək asan olmayacaq. Və ən əsas sual, sən özün bir brend ola bilərsənmi? Əlbəttə, insan özü də brenddir. Sənin davranışın, üslubun, enerjin, işə yanaşman, hamısı sənin insan brendindir. Karyera qurursansa, insanlar səni tanısın deyirsənsə, özünə brend kimi yanaş. Çünki bugün işə götürülən sən deyilsən, sənin yaratdığın təəssüratdır.
Sonda bunu demək istəyirəm. Brend olmaq böyük büdcə ilə billboard icarəyə götürmək deyil. Brend olmaq yadda qalmaq, hiss yaratmaq, özünü ifadə etməkdir. Əgər bunu edə bilsən, qiymətin də qalxacaq, dəyərin də. Yoxsa sadəcə daha ucuz olan biri sənə əvəz edəcək. Uğurlar, növbəti videoda görüşənədək.